Salam əziz şagirdlər. Bu gün sizinlə test toplusundan həqiqət ədədlər bölməsinin ədədi orta həqiqi ədədlərin müqayisəsi alt bölməsinə aid bir neçə maraqlı sualın izahı ilə tanış olacağıq. İlk sualımız 11 nömrəli sualdır və deyir ki, A, B, C həqiqi ədədlərdir. A-nın kubu vurulsun C üstü 4 kiçikdir 0-dan. A-nın üstü 5 vurulsun B-nin üstü 5 böyükdür 0-dan və B-nin üstü 8 C-nin üstü 7-nin hasili də böyükdür 0-dan ifadələri verilib və bu şərtlər daxilində ABC-nin işarələrini müəyyən etmək tələb olunur bizdən. Təbii ki, biz fikir veririk burada nəyə? Mənfi və müsbət ədədlərin tək və cüt dərəcəsindən qüvvətlərinin işarələrini bilmək lazımdır bunun üçün. Fikir veririk bizdə A üstü 3 və C üstü 4 deyilir. C-nin üstü 4 həmişə müsbətdir. Yəni C mənfi də olsa, müsbət də olsa. Amma deyir ki, bu ifadə özü 0-dan kiçikdir, yəni mənfidir. Biz də bilirik ki, A üstü 3-ü əgər biz müsbət bir ədədə vurduqda mənfi almalıyıqsa, bu yalnız A-nın kumunun mənfi olduğu halda ödənilir. Yəni A-nın işarəsi bizdə tapılır ki, mənfidir. Baxın, bunu yaddan çıxarın. A mənfidir artıq. Bu qalsın. Daha sonra keçirik. A-nın mənfi olduğunu bildik bu halda. Mənfi bir ədədin 5-ci dərəcədən qüvvəti də mənfini verir. Və deyir, onu biz B-yə vurduqda, bu hissələri belə ayıraq, qoy qarşılığı yaranmasın. B-ni 5-ci dərəcədən qüvvətinə vurduqda ifadənin qiyməti 0-dan böyükdür. Yəni 0-dan böyük olmaq o deməkdir ki, müsbət olsun. Mənfi bir ədədi B-nin üstü 5-ə vurduqda müsbət alması üçün gərək B-nin üstü 5 özü də mənfi olsun. Yəni mənfinin mənfiyə hasili bizə müsbət verir. Deməli, B-nin üstü 5 mənfidirsə, B-nin özü də mənfi olmalıdır. Biz B-nin də işarəsini təyin etdik. Daha sonra B-nin özü mənfidir. Yəni bizdə B üstü 8 verilib burada. B-nin özü mənfi olsa belə, diqqətli olsaq görərik ki, B-nin mənfi ədədin 8-ci dərəcədən qüvvəti bizə müsbəti verir. Və onu vurmalıyıq C üstü 7-yə və cavabımız müsbət alınmalıdır. Yəni 0-dan böyük olmalıdır. Və bilirik ki, müsbət ədədi yalnız müsbət bir ədədə vursaq, cavabımız da müsbət olar. Deməli, C üstü 7 müsbət olmalıdır. Yəni C özü də müsbət olmalıdır. A, B və C-nin işarələri istənilirdi. A-nı və B-ni mənfi, C-ni isə müsbət tapdıq. Deməli, düzgün cavabımız eləyir B variantı. Keçirik növbəti suala. Növbəti sual 15 nömrəli sualdır. Deyir, x və y müsbət ədədlər olarsa, ifadələrdən hansının qiyməti ən kiçikdir? Biz bilməliyik ki, iki müsbət ədədi bir-birindən çıxdıqda, o zaman həmin ədədlərin qiyməti modul olaraq dəyişir, yəni azalır. Lakin bizdə ifadənin hansının qiyməti ən kiçikdir soruşursa, biz burada deyək ki, A variantına, B variantına, ümumiyyətlə variantlara baxmamıza ehtiyac yoxdur. Səbəb budur ki, x və y toplasaq, biz ən böyük qiyməti almış olarıq. Ən böyük qiymət. Çünki onlar ikisi də müsbət ədədlərdir. Lakin bizdən ən kiçik qiyməti soruşduğuna görə biz x və y toplayıb, yəni ən böyük qiyməti alıb, onun qarşısına bir mənfi yaza bilərik. Necə ki, D variantında yazıblar ki, bu ifadənin qiyməti bu ədədlərin toplanma və çıxılmasından alına biləcək mümkün ən böyük qiyməti verirdi. Bizdə də qarşısına mənfi atmışıq və ən kiçik qiyməti təyin etmiş olduq. Deməli, düzgün cavabımız eləyir D variantı. Keçirik 18 nömrəli sualıdır, növbəti sualımız. Və sualda deyilir ki, C mənfidir, 0-dan kiçikdir, olsun və bu şərt daxilində B üzərinə gəl 2C bölünsün C bərabərdir 4 olarsa, bərabərsizliklərdən hansı doğrudur? Gəlin verilən ifadəni sürətini məxrəc boyunca 2 hissəyə ayıraq, yəni B böl C üzərinə gəl 2C böl C şəklində yazırıq, bərabərdir 4-ə. B böl C üzərinə gəl, C-lərin ixtisarı nəticəsində 2 bərabərdir 4 və təbii ki, B böl C-nin özü də 2 olmalıdır ki, üzərinə 2 gələndə 4 eləsin. B-ni C-yə böləndə 2 eləyirsə, tənasibi tətbiq eləyib, biz ala bilərik ki, B-miz bərabər olur 2 ədəd C-yə. İndi nəyə diqqət eləməliyik? Diqqət eləməli məqamımız odur ki, C özü mənfi ədəddir. C özü mənfi ədəddirsə, B özü də mənfi ədəddir. İndi fikir verək. Mənfi bir ədədi 2-yə vurublar, B-ni alıblar. Bu zaman
C və B-ni müqayisə eləsək, görərik ki, -1 ədədi 2-yə vurduqda o ədəd daha da kiçilir. Deməli, C özü böyük olacaq B-nin qiymətindən. Deməli, biz nəyi tapdıq? C B-dən böyükdür. Və biz bilirik ki, 0 bu ədədlərin ikisindən də böyük idi. Yəni, 0 böyükdür C-dən, o isə böyükdür B-dən. Düzgün cavabımız C variantı edir. Növbəti sual 25 nömrəli sualdır. 25 nömrəli sualda deyilir ki, M ədədi bərabərdir A üzərinə gəl B-yə, N ədədi bərabərdir B üzərinə gəl C-yə və K ədədi var. O isə A üzərinə gəl C ədədlərinə bərabərdir və bu ədədlərin ədədi ortası 100-dür. Bu üç ədədin ədədi ortasını tapmaq üçün M üzərinə gəl N üzərinə gəl K-nı bölməliyik 3-ə və bu da bərabərdir deyir 100-ə. Gəlin indi bizdən ABC ədədlərinin ədəd ortası soruşduğuna görə MNK-da onların ABC ilə ifadələrini yerinə yazaq. Belə alınır. A üzərinə gəl B, üzərinə gəl B, üzərinə gəl C, üzərinə gəl A, üzərinə gəl C. Bölünsün 3 bərabərdir 100. Diqqətli olsaq, A üzərinə gəl B burada M idi. B üzərinə gəl C N idi. A üzərinə gəl C isə K-ya bərabər idi. Tənasibi tətbiq eləyirik. Həmçinin üstdə də sadələşdirmələr eləyirik. Olur bizdə. Misalda 2A üzərinə gəl 2B üzərinə gəl 2C bərabərdir 300. Hər tərəfi 2-yə bölsək, A üzərinə gəl B üzərinə gəl C bərabərdir 150 olur. Bizdən ABC ədədlərinin ədədi ortası soruşulur. Yəni A üzərinə gəl B üzərinə gəl C-nin onların sayını 3-ə nisbəti. Bu isə 150 almışıq yuxarını. 150 böl 3 cavab eləyir 50. Düzgün cavabımız eləyir Y variantı. Keçirik növbəti suala. Növbəti sual 29 nömrəli sualdır. Və sualda deyilir. A ədədi verilib bizə. A ədədi bərabərdir. 3-cü dərəcədən 5 üzərinə gəl 3. B ədədi bərabərdir 4 kök altında 6-cı dərəcədən 5 və C ədədi bərabərdir 4 kök altında 3-cü dərəcədən 3 olarsa, bərabərliklərdən hansılar doğrudur? Doğru olub-olmadığını yoxlamaq üçün biz bu ABC-ni müqayisə etməliyik. Yəni, hansının böyük, hansının kiçik olduğunu təyin etməliyik. İlk əvvəl B ilə C-ni müqayisə edə bilərik. Bunları müqayisə etmək sadədir. Eyni dərəcədən kökə sala bilərik. Yəni, 6-cı dərəcədən və 3-cü dərəcədən kökdədirlər. 6-cı dərəcədən kök gətirə bilərik hər ikisini. Bunu necə eləyək? Misal, B-miz bərabərdir. Bu 2-nin kvadratıdır. 4. 2-nin kvadratı kimi yazılacaq. 2-nin kvadratı və 6-cı dərəcədən 5. Onu 2-nin kvadratını 6-cı dərəcədən qüvvətə kök altına salmaq üçün 2 üstü 12 yazmalıyıq. Vurulsun 5. Deməli, B ədədi 6-cı dərəcədən bu ifadəyə bərabərdir. Daha sonra C-ni sadələşdiririk. 4-ə yenə 2-nin kvadratı deyirik. Kök altında 3-cü dərəcədən 3-dür. Bunu sadələşdirmək üçün 2-nin kvadratını 3-cü dərəcədən 3-ə daxil eləyirik. Daxilə saldıqda 2 üstü 6 vurulsun 3 olur. Və 3-cü dərəcədən kökü biz 6-cı dərəcədən kök salırıq. Olur 6-cı dərəcədən. İçəridəkilərin hər birini kvadrata yüksəltməliyik. 2 üstü 12 vurulsun 3-ün kvadratı da eləyir 9. İndi artıq biz diqqətlə baxsaq, görərik ki, B və C ədədlərində ikisi də 6-cı dərəcədən yazılıblar və biri 2 üstü 12-nin 5-ə, digəri isə 9-a hasilidir. Təbii ki, 9-a hasili daha böyük olacaq. Yəni, biz buradan alırıq ki, C böyükdür B-dən. Bu şərti tapdıq. Onları müqayisə elədik. İndi isə qaldı A ilə müqayisə etmək. A ilə müqayisə etmək üçün isə daha fərqli yoldan istifadə etməliyik. Necə? Deyək ki, A ədədini kuba yüksəldək. 6-cı dərəcədən qüvvətə yüksəldə bilərik, amma biz ilk əvvəl kuba yüksəldək. A-nın kubu bərabərdir. Kök altında 3-cü dərəcədən 5 üzərinə gəl 3-ün kubu
bərabərdir. Kub düsturu ilə açsaq, 5 üzərinə gəl. 3a-nın kvadratı b idi. Yəni 9 kök altında 3-cü dərəcədən 25 üzərinə gəl. 3 kök altında 3 kök altında 3-cü dərəcədən 5 vurulsun 9. Elə biz bunu birbaşa burada 27 kimi yaza bilərik. 27 eləyək. Və üzərinə gəl 3-ün kubu, o da eləyir 27. Burada diqqətli olmalı olduğumuz məqam var. Bu A-nın kubudur. Bunu B ilə müqayisə etmək üçün gəlin B-ni də kuba yüksəldək. B-ni kuba yüksəldərkən 4-ün kubu tapılacaq. 4-ün kubu vurulsun kök altında 5 olacaq. Çünki 6-cı dərəcədən kuba yüksəltsək, 2-ci dərəcədən kök qalacaq yəni. 4-ün kubu bizə verəcək 64 vurulsun kök altında 5. Yəni 64 kökdə 5. Bu iki ifadədə A-nın kubu və B-nin kubuna diqqət eləsək, biz görürük ki, hər iki ədəd A-da B-də əvvəlcədən müsbət ədədlərdir. Deməli, onların özlərini müqayisə edə bilmiriksə, onların hansısa bir dərəcədən qüvvətə yüksəldib daha rahat oradan müqayisə eləyə bilərik. Burada indi baxırıq qüvvətə yüksəltdiyimiz qiymətlərə. Diqqətli olsaq görərik ki, 5 üzərinə gəl 27, 32 eləyir, 32. Üzərinə gəl, bunu təqrib hesablayırıq. 3-cü dərəcədən 25-i mən 3 kimi götürəcəm. Yəni, əslində 27 olmalıdır, amma biz 25-i də 3 kimi götürürük. Yəni, daha böyük qiymətlə götürürük. 3-ü 9-a vursaq 27 eləyir, 27 eləyir və üzərinə gəl. 3-cü dərəcədən 5-dən isə 2 çıxaracam. 8 olmalıdır, amma biz 5-dən olaraq 2 çıxarırıq. Yəni, daha böyüyünü çıxarırıq. 1 tam onda nə qədərdir? Biz 2-ni götürürük. 2-ni 27-yə vursaq, o da eləyir 54. Biz bu ədədləri toplasaq 113 eləyəcək. Təqribən 113. Yəni, A-nın kub ədədi 113-dən daha kiçikdir. Lakin biz burada 64 kökdə 5-ə təqribi baxsaq, kök altında 5-dən 2, yəni daha kiçik götürdüyüm halda 64-ü 2-yə vursam belə 128 almış olar. Yəni, bizim B kubu ifadəmizin qiyməti 128-dən böyükdür ki, kiçik deyil. Amma A-nın kubu isə 113-dən də kiçikdir. Yəni, biz artıq buradan rahat şəkildə aid edə bilirik ki, B-nin özü A-dan böyükdür. Daha əvvəl B-nin C-dən kiçik olduğunu almışdıq. Yəni, C böyükdür B-dən, B özü də böyük olur A-dan indi aldığımıza görə. Bu şərtləri bildikdən sonra deyir aşağıdakı bərabərsizliklərdən hansılar doğrudur. A çıx B kiçikdir 0 deyir. Biz baxırıq görürük ki, A-dan B çıxsaq, təbii ki, A böyük ədəd deyil, kiçik ədəddir. Kiçik ədəddən böyük ədəd çıxsaq, o mənfi edir. Bəli, birinci şərt doğrudur. İkinci şərt onun əksidir, təbii ki, yanlışdır. Üçüncü şərtdə A çıx C 0-dan böyükdür deyir. Görürük ki, A çıx C kiçikdən böyüyə çıxmaqdır. Bu kiçik eləyir 0-dan, 3-ü götürmürük. 4-də deyir B çıx C 0-dan kiçikdir. B çıx C, bəli, kiçikdən böyük çıxsaq 0-dan kiçik eləyər, 4-ü götürməliyik. B çıx C 0-dan böyükdür, bu da az əvvəlkinin əksini iddia eləyir, ona görə onu da götürmürük. Bizdə doğru olanlar soruşulurdu. 1 və 4 doğrudur. Düzgün cavab eləyir C variantı. Növbəti sualımız 6 nömrəli sualdır. 30 nömrəli sualdır, daha doğrusu test toplusunda. Və sualda deyilir, n ədədi ortası 0,6-ya bərabərdir. Yəni, n dənə ədəd var. Mən n dənə ədədin cəminə xn deyəcəm. Yəni, n dənə ədədin cəmi olsun bu. Cəmləri n dənə ədədin cəmi var. Onların ədədi ortası 0,6-ya bərabərdir. Yəni, x-ni böləndə n-ə, onların sayına, n ədədi olduğunu demişdi bizə. Cavab eləməlidir 0,6. Biz buradan tapa bilirik ki, xn, yəni n dənə ədədin cəmi 0,6 vurulsun n-ə bərabərdir. Daha sonra deyir ki, m ədədin ədədi ortası. Onda x m-lə işarə eləyək onların cəmləri. Bu zamanda x m bölünsün onların sayı, yəni m-ə. Bu isə bərabərdir 1-ə.
Və biz nəticədə x-min də bərabər olduğunu 1 vur m, yəni m-ə bərabər olduğunu bilirik. Və bizə deyir ki, n üzərinə gəl m sayda ədədin ədəd ortası 0,76-ya bərabərdir. N üzərinə gəl m sayda ədədin ədəd ortasını tapmaq üçün onların özlərini toplamalıyıq. Yəni x-n-lə x-m-i toplayıb bölməliyik onların sayına. N üzərinə gəl m-ə və nəticə də bizə 0,76 olduğunu deyiblər. X-n-lə x-m-in az əvvəl aldığımız bərabərliklərində 0,6n və m-i yerlərinə yazsaq, görərik ki, 0,6n üzərinə gəl m bölünsün. Bunu bir qədər səliqəli yazmağa çalışaq. Bölünsün. N üzərinə gəl m bərabərdir 0,76. Biz burada tənasibi tətbiq eləsək, çıxaraq yuxarı 0,76n üzərinə gəl 0,76m bərabərdir 0,6n üzərinə gəl m. N'ləri bir tərəfə yığsaq 0,16n bərabərdir. M-ləri sağ tərəfə keçiririk. 0,24m eləyir. Hər tərəfi 10-a 100-ə vursaq və 8-ə bölsək 2n bərabərdir 3m almış olarıq. Və bilirik ki, n və m ədədlərin sayları olduğuna görə natural ədədlər olmalıdır və ən kiçik qiymətlərini soruşduğuna görə 2 və 3-ün əkobunu tapırıq. 6-ya bərabər olmalıdır hər tərəf. 6-ya bərabər olmaq üçün n-imiz 3, m-imiz isə 2 olmalıdır. N üstə gəl m-in ən kiçik qiyməti 2 üzərinə gəl 3 eləməlidir 5. Düzgün cavab eləyir B variantı. Və keçirik bu alt bölmədən sonuncu suala. 34 nömrəli suala və sualda deyilir. Ədədin ədəd ortası 14-ə bərabərdir. Bu isə o deməkdir ki, həmin ədədlərin cəmi, yəni 6 ədədimiz var. 6 ədədin cəmini M hərfi ilə işarə edə bilərik. Onların cəmləri olsun. Onların cəmləri M bərabərdir 6 vur 14-ə, yəni 84-ə. Cəmləri 84-dür. Daha sonra deyir ki, bu ədədlərdən birini çıxardıqdan sonra ədədi orta 12 oldu. Bu ədədlərdən birini çıxarırıqsa, artıq onların cəmləri həmin çıxarılan ədəd qədər azalır. Yəni 84-dən deyək ki, x ədədini çıxardıq və onların ədədi ortası 12 olursa, artıq 6 ədəd var idi, birini çıxardıq, qaldı 5 ədəd və cavab 12-yə bərabər olmalıdır. Ədəd orta tapma düsturuna əsasən. Burada tənasibi tətbiq etsək, 84 çıxılsın x bərabər olmalıdır 60-a. X isə bərabərdir 84 çıxılsın 60. Düzgün cavab eləyir 24. Deməli, bizdən soruşulurdu. Çıxarılmış ədədi tapın. O isə 24 eləyir. Bununla da bu bölməyə aid suallarımız bitdi. Növbəti videolarda görüşənədək.